Əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul 2544 manat olub və bu 3,8% artım göstərir. Ümumi artımın təsiri sənaye sektorunda da özünü büruzə verir və gələcək dövrlər üçün perspektivləri müəyyən edir. Sənaye məhsulunun 82,1% sənaye mallarından, 17,9% isə sənaye xarakterli xidmətlərin payına düşmüşdür. Ümumi sənaye məhsulunun 0,1% mədən çıxarma, 76,6% emal, 20% elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 3,3% su təchizatı, tullantıların təmizlənməsi və emal sektorlarında istehsal edilmişdir. Əsas kapitala yönəldilən vəsaitlərin 138 milyon 339 min 400 manat və ya 80,7% isə tikinti quraşdırma işlərinin payına düşmüşdür ki, bu da 2024-cü il müvafiq dövrlə müqayisədə 27,8% çoxdur. Hesabat dövründə əsas kapitala yönəldilən ümumi vəsait 171 milyon 412 min 700 manat olub. Bu da bir il öncəki göstəricidən 33,3% çoxdur. Həmçinin kənd təsərrüfatının ümumi məhsulu ötən ilin eyni dövrü ilə müqayisədə 1,7% azalıb. Eyni zamanda nəqliyyat və rabitə sektorunda da artım müşahidə olunur. Cari ilin yanvar-sentyabr aylarında Muxtar Respublikada 294 milyon 792 min 600 manatlıq kənd təsərrüfat məhsulu istehsal edilmişdir ki, bunun da 165 milyon 103 min 100 manatı bitkicilik sahəsi üzrə, 129 milyon 689 min 500 manatı isə heyvandarlıq sahəsi üzrə qeydə alınmışdır. Cari ilin yanvar-sentyabr aylarında Muxtar Respublikanın nəqliyyat sektorunda 5 milyon 409 min ton yük, 35 milyon 824 min 900 sərnişin daşınmışdır. 2024-cü il müvafiq dövrlə müqayisədə yük daşınması 0,9%, sərnişin daşınması 1,3% artmışdır. Cari ilin yanvar-sentyabr aylarında Muxtar Respublikada informasiya və rabitə xidmətlərinin dəyəri əvvəlki ilin müvafiq dövrlə müqayisədə 9,5% artaraq 28 milyon 363 min 300 manat təşkil etmişdir. Maliyyə və ticarət sahələrində də müsbət meyillər müşahidə olunub, əhalinin gəlirləri artıb və bank əmanətləri yüksəlib. Həmçinin xarici ticarət dövriyyəsi 93 milyon 106 min 740 ABŞ dolları təşkil edib. Ümumi dövriyyə ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,7% azalıb, ixrac isə 29,8% artıb. Əhalinin gəlirləri və ödənişli xidmətlərin həcmi də artım tempini gücləndirir və sosial sahələrin stabilliyini təmin edir. Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 153 milyon 181 min 300 manat təşkil etmişdir ki, bu da 2024-cü il müvafiq dövrü ilə müqayisədə 4,9% çoxdur. 2025-ci ilin yanvar-avqust aylarında Muxtar Respublikada orta aylıq nominal əmək haqqı 819,9 manat təşkil etmişdir ki, bu da 2024-cü il müvafiq dövrü ilə müqayisədə 5,8% çoxdur. 1 sentyabr 2025-ci il tarixən Muxtar Respublikada əhalinin sayı bir il öncəyə nisbətən 1927 nəfər və ya 0,4% artaraq 472 min 62 nəfər təşkil etmişdir. 2025-ci ilin yanvar-sentyabr ayının göstəriciləri Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi inkişafın davamlı olduğunu göstərir. Artım bütün əsas sahələrdə özünü göstərir və regionun iqtisadi sabitliyini möhkəmləndirir, gələcəkdə inkişafın daha da genişlənməsinə zəmin yaradır. Çinarə Həsənova, Tərlan İbrahimova, Namiq Abbasov, NTV Xəbər.